Bir ailə yemək masası arxasına əyləşib yeməyə hazırlaşırdılar. Gəlin yemək masasından bir tikə çörək götürüb kiçik oğluna verdi ki, apar bunu ver nənənə, qoy nənən yesin. Nənə də şikəst arabasında kənarda əyləşmişdi. Onu süfrəyə dəvət etmirdilər. Və uşaq çörək parçasını alıb, süfrədən bir tikə də qızarmış ət parçası götürüb nənəsinə sarı qaçdı. Bunu görən gəlin oğlunun arxasınca qaçıb ət parçasını onun əlindən alır. Və oğluna acıqlanır ki, bəs sənə demədim ki, çörəyi apar ver nənənə, sən niyə ət parçasını götürüb aparırsan? Və çörəyi oğlanın əlindən alıb qaynanasının üstünə atır. Bu zaman arvadın oğlu süfrədən səslənir ki, bəs yemək soyuyur, gəlin əyləşin yeməyimizi yeyək. Bunlar geri qayıdıb süfrədə əyləşirlər. Qaynana da çörəkdən boş çörəyi kəsib ağzına qoyub yer və yavaş səslə, yalvarışı səslə gəlinə müraciət edir ki, heç olmasa da mənə biraz turşu verginə. Gəlin gözlərin qaynanasına sarı süzdürüb eqaisiyəsinə bir hissə turşu götürüb qaynanasına fırladır. Bunu görən kiçik uşaq anasına deyir ki, ana sən nənəmə qarşı düzgün hərəkət eləmirsən. Anası buna cavab verməmiş, oğlanın atası dillənir ki, sən sakit otur yeməyini yiyib, böyüklərin işinə qarışma inan. Bu nəvənin nənəsinə hörməti, oğlun anasına hörmətinə fikir verin. Və elə bu anda bir neçə ay anasının yanına gəlib dəyə bilməyən böyük oğlu əlində sumkalarla, hədiyyə sumkaları ilə qapını açıb içəri daxil olur otağa. Anasının bu halını görən böyük oğlu əlindəki sumkalar əlindən yerə düşür. Və anasının ayağına yıxılaraq hönkür-hönkür ağlamağa başlayır. Deyir, ana, bunlar sənə beləmi baxırlar? Niyə belə eləyiblər bunlar? Və hisslə ayağa qalxaraq geri qayıdıb otaqdakı yemək masasını çevirərək üstündəki bütün qab-qacaqları, yeməklərin hamısını yerə dağıdır və kiçik qardaşının üstünə qışqırır. Deyir, siz heç bir işlə məşğul olmursunuz. Mən bunun üçün sizə heç bir söz demədim. Bütün məsrəfləri mən sizin üçün qarşıladım. Mənim anama baxmaq imkanım yox idi. Ona görə anamı sizin yanınıza qoydum. Bütün məsrəfləri ödədim ki, anama qocalığında siz ona yaxşı baxasınız. Bu evi də sizə anama görə vermişəm. Siz beləmi baxırsınız anamıza? Mən sizin daha bu halınıza bir söz deyə bilmərəm. Bir, anama baxmağı da özünüzə çox bildiniz. Və hisslə qayıdıb anasının əl arabasından yapışaraq anasını otaqdan çıxarıb getməyə başladı. Dedi, ana, gedək. Sənə burada qalmaq yaramaz.
sənə mən özüm baxacam. Anası otaqdan çıxarkən əlində bir bükülü dəsmalı kiçik oğluna ötürür. Kiçik oğlu anası gedəndən sonra dəsmalı açır, baxır, görür ki, içində bir hissə pul var. Və çox peşman halda göz yaşı axıdaraq evdən çıxıb anasının arxasınca qışqırmağa başlayır. Getmə ana, getmə, nə olar? Artıq gec idi. Onlar evdən çoxdan uzaqlaşmışdılar. Bax, bu da bir həyat hekayəsidir. Diqqətinizə görə çox sağ olun. Minnətdarım.